Salam dostlar, yepyeni bir videoya hoş geldiniz. Yepyeni bir Brawl Stars videomuzla karşınızdayım. Bu günləri Brawl Stars'ı kökündən sizə öğretmeye çalışacağım. Burada dükkana girdik. Ücretsiz bir kutumuz var. Açırıq bunu. 8. Aha. Ne çıxır? Mr. P'nin Bay Snake kostümü çıxır. İkinci Otis'in şey çıxır kostümü. İndi isə gedirik. Yeni savaştığı bildiğimiz kimi Clover gəlib oyuna ve buradadır. Bence o kadar da güçlü karakter değil. Ama isterseniz bir tane deneyək. Görək necədir. Dənə eğitim alanı. Yani dediğim için bence o kadar da güçlü değil. Ne bu? Aha. Oy. Ne çağırır? 1500. En anda 2 nəfər vura bilirik. Yox. Amur deyəsən. Baxaq görək. Yani o kadar da güçlü değil aslında. Yani 2 nəfər eyni anda vura bilsəydik əla olardı. Amma təəssüf ki vura bilmirik. Neyse çıxıram. İndi isə Shelly'ni ilk öncə yüksəldək. Belə. İndi 2 dənə oyun modumuz var. Bu tam Shelly'li xəritədir. Üzr istəyirəm. Çünkü burada gördüğümüz kimi buradan çiftliğe gördüğümüz kimi burada çoxlu kollar var da. Kollarda da gizlənə Shell'də bildiğimiz kimi yaxınlar çox vurur. Gizlənə adamları öldürəcəyik. Deməli, girdik oyuna. Çift də girdim ki birdən ölsək onda şey olsun da tam komandamızı uduzmasın. Deməli ilk önce buradaki kutuları alacağım ki biraz da olsa güclənək. Deməli ben düşünürüm ki bu Shelly'ni öldürəcəm. Aha, qəşəng. Burada savaş dönür. Attım. Oy. Çox vurulmuş. Getdik. Oy. Shelly yenə dediyim kimi çox güclü karakterdir. Amma çox az uzaqdan çox az vurur. Yaxından çox vurur. İndi problem də ondadır ki, uzaqdan çox vuran karakter əgər gəlsə, onda gizemli çıxdı bu arada. Oh, efsanevi. O ultra. Və Shelly'nin bufesi. Hipercar. Aslında o kadar da yaxşı değil mənim üçün. Çünkü mən karakter çıxmasını gözləyirdim. Nita yani o kadar da sevdiğim karakter değil. Seçtim ha.
Deyəsən bağa girdi bu. Oyuna başladıq. Deməli. Oyuna botlar gəlib. İlk öncə oyuna kupamız aşağı olduğunda botlar gəlir. Amma kupamız yüksəldikcə çox güclü oyunçular gəlir. Dəhşət güclü. Ona görə də yəni çalışaq biraz yaxşı oynayaq və öyrənək Brawl Stars'ı. Brawl Stars dünya sıralamasında birinci yerdə olan oyundur. Və məncə düşünürəm ki, çox belə əyləncəli oyundur. Və buradan vururuq buna. Heç şansı yox idi. Bu arada Şililər Edgar'ı da öldürə bilir. Şili yaxından vuran bütün karakterləri rahatlıqla öldürə bilir. Təkrar eləyək. Oynayaq. Bu oynadım, sonrasından görüşərik. Yadımdan çıxdı, bağlamadım. Neyse. Dostum içəriyə girib mən canlandırdı. Burada qurban var. Və bunu da öldürdük. Aha. Dostlar, bu kaos hədiyəsi var ya. Bunda isə bir də özəllik, bir də şey eləyəcəm. O taktika verəcəm. Baxın, ən qırağına basırsan orada var ya. Baxın, mən bastığım yerə basırsınız. Görürsünüz. Yüksəlir bu. Aha. Neyse, seç. Və bu arada star hediyələrinə nəsə zəiflətmə gəlib. Çünki fikir verirəm, çox zəifləyir. Əvvəllər tez açmaq olurdu. Efsanevi. Amma indi çox nadirdir, dəhşət nadir. İnsan açanda az qala Guinness'in rekorlar kitabına düşər. Çox nadirdir. Oy, öldürdüm beni. Əslində gözləmirdim öldürəcəyini. Həm də ki dostumun qabağından getdim də. Olmaz. Baxın dostlar, dedimi özümü qorumaq yox. Oyunun tez bitməməsi üçün, uduzmamamız üçün çiftə daha yaxşıdır. Onda məsələn indi öldüm də, amma yanımda dostum da var. Hiperşarja bastı, dəlirdi bu. Yaşar. Aha. Baxın dostlar. 2 dənə çıxandan sonra ortasına basın. Görürsünüz. Bu da çox özəl gizli şeydir. Taktikadır. Onunla hər kəs bilmir. Takım. Ama
kulübüm yoxdur. Yox. Ay. Hə, deməli. Səfər çift yox, elmas kapmacaya girəcəm. Elmas yığacaq. Almazlar. Bizim takım biraz qarşıya nisbətən daha güclüdür. Biz bu dəqiqə bağladıq giriş çıxışı. Qəşəng. Bu dəlidir ki. Üstümüzə necə gəldi? Ama bütün şeyler onladı. Ben kaçtım. Of. Çok şeyleri. Çok vurdu bomba. Aldım ben. Ben yine de savaşacağım burada. Oydu. Gözlemirdim hiç şey olsun. Dakika. Aha aldım. Aldım. Almazları aldım. Ay. Ben gittim bunun üstüne. Uy! Korktum. Sonra kaçar. Uy! Son anda. Yıldız oyuncu Ems olub. Biz ise oyunu kazandıran olmuş. Deməli, burada dostlar, baxın, tam ucuna açılan yerinə vuranda deyirlər ki, daha çox olur. Görək, daha çox olur deyəndə ki, daha qəşəng şeylər çıxır. Amma bu da səhv bir şeymiş. İndi alırıq hədiyyələrimizi. Gördüyünüz kimi də çox vaxt heç nə çıxır. Yəni mənasız bir şey çıxır. Buradan min qızıl da aldıq. Aksesuarlar açıldı. İndi oradan dostlar ise hədəf taxtasını məsləhət görürəm. Çünki bu o qədər də yaxşı deyil də. Amma bu isə uzaqdan çox vura bilir. Çox vura bilirsən. Halbuki Shelly yaxından da çox vurur. Eşyalar da açılır. Neyse. İndi pulumuzu satır. Ayda. Sərsən satmıyor. Nəsə pul var burada. Baxaq. Neyse 15 var. Burada səhv görmədim sizə bir dənə. Başa düşdüm. Yaxşı, bəs bunda yox. Günlük hədiyyə yeni. Yoxdur bir şey. Lisada da oynayın.
6 savaş yap. 6 savaş. Ondan sonra mega kutu gəlir. Yaxşı. İndi nə edəcəyik? Bir oyuna girəcəyik. Onda mega kutudan görüm nə çıxacaq. Girdik oyuna. Qarşıya Glover, Nita, bir də Shelly gəlib. Qarşı takım nisbətən biraz da olsa daha güclüdür. Aha. Oy. Çox vururlar ama. Ultini bir də rəqibi uzaqlaşdırmaq üçün eləyə bilərsiniz. Çünki ultini çox vaxt rəqibi yaxınından uzaqlaşdırmaq üçün işlədirlər. Burada Nita heç nədən durub burada. Özünü qurban verir bizə. Aha. Qəşəng. Deməsən bu səhv şey olub. Oyda bütün almazlar məndə idi. Da hamısı keçdi onlara. Oy. Yox, qırmayacağım siz. Budasız. Bu da zırh gördüğünüz kimi. Təəssüflər olsun. Qəşəng. Oyda son anda ata bilmədim. Ultimi son anda ata bilmədim dostlar. Nə qədər qalıb? 100% çatmadı. Bəli, çatmadı. İndi 6 savaş yapıymış. Yaxşısı budur. Aha. Buradan bir dənə qaktu atır. İndi isə bu küncünə vuracaq. 19. Gördüyünüz kimi heç nə çıxmadı. Aha. Açdıq. Deməli. Ben baxmaq istəyirəm ki, nə qədər də. Aha. Bu ücretsiz imiş ki. Yadımdan çıxıb. Bugünlük videomuz bu qədərdir dostlar. Gələn videolarda görüşənədək xoşça qalın.